Ali Baba müəllim, salam, salam. Çox şadam sizi görməyə. Yəni sizi de. Çox şadam sizi görməyə. Ali Baba müəllim, çox şadam sizi görməyə. Çox böyük zəhmət vermişsiniz. Sağ olun, çox sağ olun. İnanırsınız ki, Allah'a and olsun, mən nə boyda həyəcan keçirdim. Sağ olun, nə danışırsınız? Sizin kimi böyük bir şəxsiyyət, böyük bir insan və nə bilim, mən sizi təbrik eləmək istəyirəm. Birinci vitse-prezident seçilməyinizə görə bu bir. İkinci, Heydər Əliyev ordeni ilə tərtib olunduğunuza görə, onlara hamısına baxmışam, bu iki. Üçüncü, Rusiyanın prezidenti sizə böyük bir mükafat verdi, bütün dünya buna baxırdı. O, inandırım sizi ki, mən həyəcanlanırdım, bəhər-bəhəri həyəcanlanırdım. Çox sağ olun Ali Baba müəllim. Təbrik Çox sağ edirəm. olun, çox sağ olun. Siz çox böyük işlər görmüşsünüz. Sağ olun, çox sağ olun. Hələ də görürsünüz. Hələ görəcəksiniz də, bilirsiniz. Amma bu üç dənə iş elə bir işlərdir ki, nə bilim, tarixdən dolanıdır. Tarix yaza bilməz, bu mümkündür. Allah sizin var olsun. Siz bizim xalqımızın sevimlisisiniz. Bu adı qazanmaq böyük bir şərəfdir. Vallahi düzdür. Siz xalqımızın sevimlisiniz. Mənim üçün belə sözləri sizi kimi insandan eşitmək böyük şərəfdir. İnanın mənə, belə duyğular hiss etdim ki, çox sağ olun Ali Baba müəllim. Yox, baxıram, bir dəqiqə bıraxıram. Harada olursunuz, görürəm. Həmişə nə tərbiyyələr ürəyimdə. Çox sağ olun Ali Baba müəllim. Mən də istəyirəm sizə demək ki, mən çox yaxşı xatırlayıram. İlk dəfə biz sizinlə tanış olanda, o zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verdik yadınızdadır. Siz də böyük yardım göstərdiniz. Bizim milli sərvətimiz olan Muğamın qorunmasına yönəlmiş bir layihə idi və bu illər ərzində birlikdə böyük işlər gördük. Sizin dəstəyiniz oldu, sizin iştirakınız oldu. Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəstxətiniz var. Çox gözəl səsə malik olan bir ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir. Onu da qeyd etmək istəyirəm ki, siz bir insan kimi Azərbaycanın milli mənəvi ənənələrinin daşıyıcısınız. Ona görə də böyük hörmətə malik olan bir insansınız. Və mən dəfələrlə sizinlə ünsiyyətdə olanda hər dəfə nəsə yeni bir şey özüm üçün aşkar etmişəm, öyrənmişəm. Siz böyük müəllimsiniz. Siz 50 ildən çoxdur ki, musiqi kollecində dərs deyirsiniz və yeni gənc nəslin, xanəndələr nəslinin yetişməsində sizin misilsiz xidmətləriniz olub. Ona görə Ali Baba müəllim, bir daha çox sağ olun, sizi görməyə çox şadam və sizə əsas möhkəm can sağlığı arzulamaq üçün. Sağ olun, var olun, çox sağ olun. Vallahi bilmirəm, mən söz çox bilirəm. Mən hər şey bilirəm, amma sizi görmüşəm yadımdan. Sağ olun, çox sağ olun. Mən də sizi təbrik edirəm. Məsələ qarşısında ki, hələ bir kəlmə o Putinin sizə dediyi sözü, bu bütün dünya eşitdi. Hamımızın fəxri oldu. Öz aramızda böyük qayğı oldu. Çox gözəl oldu. İndi siz həmişə mənə hörmət eləmişsiniz. Axsaqmal kimi, sənətkar kimi. Qayğınız olub. Mən sizin qayğınızı heç vaxt unutmamışam. Heç vaxt da unutmayacağım. Heç mümkün də deyil. Amma bir dənə də şey qeyd edeyim ki, siz məni təzədən tarixə salmışsınız. Tarixə salmışsınız. Nəyə? Mənim 100 dənə mahnım var, onu 50 ildə mən yaratmışam. 50 il, hər bir ildə 2 dənəsini. Bizdə çox gözəl mahnılar. O mahnılar 50 ildir cəmaatın dilində oxunur. Onu mən sizdən xahiş edirəm, mən yəni itməsin, batmasın. O bu qonşularımız götürüb deyirlər ki, bizimdir. Siz də onu o saatda çox böyük nəfsini, gözəl bir layihə yaratsınız. O bizim mədəni irsimizdir Ali Baba müəllim. Sizin o yaradıcılıq irsiniz, bu Azərbaycan xalqının mədəni irsidir. Əlbəttə onu biz saxlamalıyıq, qorumalıyıq. Tək mənə yox, xalqa böyük xidmət edir. Xalqımızın musiqisi zənginləşdi, orada 100 dənə mahnı var, hamısı xalq mahnısıdır. Özü də orada yad nəfəslər heç vaxt olmuyor. Yox, yenə də olmayacaq. O yaxşılığı mən nə tər olmuyor, kim unuda bilər? Heç kim, əvvəl heç xalqımız da unutmayacaq. Bilirsiniz, siz çox işlər görmüşsünüz, biz danışmaqla tutarmır, bilirsiniz. Amma mən bu sözü ki, deyirəm ki, xalqın sevimlisisiz, bu böyük şərəfdir. Xalq sevsə sənətkarı ona dağ bata bilməz.
Çox mənim üçün böyük şərəfdir belə sözləri sizdən. Yox, şərəf o olanı böyük deyirəm. O şərəf. olanı deyirəm. Eləyirsiniz, vallahi Çox siz sağ olun. çox xeyirxah adamsınız. Çox xeyirxah işlər görürsünüz. Nə bilim, zamanımızın hacı evladlarınızsınız. Vallahi. Sağ olun. Ben prezidentin de böyük salamlarını sizə çatdırıram. Prezidenti də O da sizi bağlamasın. elə sevir ki, elə də böyük salamlar mənim adımdan Həlim baba müəllimə çatdı. Can sağlığı arzuladı sizə, möhkəm can sağlığı. Sağ olsun, var olsun. Öz aramızdır. Kim eləyə bilər? 15 ilə nə işlər görmürsünüz. Və 15 ildə prezidentimiz bizə rəhbərlik edir. Xalqımızı idarə edir. Baxın, görürüz ki, Azərbaycan o Azərbaycandır. Bakı o Bakıdır. Ölkəmizdə böyük işlər görünür. Böyük işlər görür. Gəl də görür. Hindi laf görür. Bilirsiniz, biz hamısını yerinə qoyur. Bilirsiniz, nə bilim, mən siyasətçi deyirəm. Bilirsiniz, mən muğamatçıyam. Mən şeiriyyatı, azmat şeiriyyat bilirəm. Bir də muğamat bilirəm. Başqa bir şeylə işim yoxdur. Amma gözüm görür də. Vallahi, bəzən deyirəm ki, bunların ağlı yoxdur, gözlər də yoxdur. Baxmırlar, görmürlər ki, nə işlər görülür. Var olun. Belə xalqımızın adından, musiqiçilərin adından, öz adından, nə bilim, nə deyim, dünyada nə gözəl şeylər var, hamısı sizə qismət olsun. Çox sağ olun, Düzdür. çox sağ olun. Mən sizin dəstəyinizdən hər zaman hiss etmişəm.